Mən, ay valideynlər, deyirsiniz, bayaq Humayı indi başa düşürəm, ana da əsəbləşib, deyir ki, örtbasdır eləməyə çalışır. Örtbasdır eləmirəm, örtbasdır eləmək istəyən adam bu boydana səs atıb, bu boydana vaxtı sərf eləmir burada. Mən əksinə araşdırmaq istəyirəm. Bu bir. İkincisi, mən sizi başa düşürəm, bu boyda uşaq yalan danışa bilməz, nə də yalan şey görə bilməz, nə də gördüyü şeyi bu boydana uşaq öz başından uydura bilməz, bu boydana şey. Bunun biri uydurar. Səməd, Teymur, nə bilim Şirinov Yusif deyirsiniz, halı pis olubdu. İndi Ağca deyir, Hüseynli Yusif də görüb. Ələsxər, bu 5 nəfər yalan danışa bilməz bu boyda şey. Bu boyda ssenari də yaza bilməzlər onlar yəni. Deməli ki, bu uşaq nəsə görübdür. Deməli nəsə belə bir hadisə olubdu. Amma mən deyirəm ki, məktəbə əlin qolun sallaya-sallaya girə bilmir heç kim. Yəni girə bilmir də. Mən şəxsən valideynlərim gələndə, adicə siz gələndə belə qapıçıya xəbər verirəm ki, mən filan sinifdən valideynim gələcək. Buraxmır yuxarı. Mən düşürəm aşağı qapıya. Bu günləri də 10-cu sinifdən valideynim gəlmişdi. Mənə zəng elədi, soruşdu, valideyn gözləyirsən? Hə, gözləyirəm. Buraxım içəri, burax. Hara buraxım? Mənim otağıma gəlsin. Yəni əlini qolunu sallaya-sallaya bu adam içəri girə bilir. Mən deyirəm ki, Zavuç da deyir ki, qapıçıların ikisi də, həm o kişi də, qadın da valideynləri simadan tanıyırlar, bilirlər hansı içəri girib uşaq götürür. İçəridən axı götürənlər var. Məsələn, bizim Gültəkin girir, aparır da, dənizi içəri qoyur. Gültəkini simasını tanıyırlar. Bilirlər ki, bu uşağını aparır qapı otağa qədər qoyur da. Yəni Elə də başqa ibtidai sinifin valideynlərini tanıyırlar. Ki, kiminsə sumkası ağırdır, bunu valideyni içəri gətirir. Bu nə addan giribdirsə, yəni ya qapıçını alladıb içəri girib, bir də arxa qapı deyirsiniz, açıq idi. O arxa qapı hansı tərəfdir, mən onu hələ tuta bilməmişəm ki, o hansı qapıdır arxa qapı. Ya da nə cürsə arxa qapıdan nətər giribdir, bunu heç kim görməyibdir. Adicə arxa qapıdan belə uşaqları yola salanda belə orada belə adam dayanır. İndi məsəl üçün görürsünüz, deyirsiniz ki, orada adam yox idi, arxa qapı tərəfdə adam yox idi. Ya əksinə mən bunu araşdırmaq istəyirəm, aydınlaşdırmaq istəyirəm. Səhər birisi gün bir başqa bir hadisə, nəyə görə kiminsə uşağı İraq olsun, mənim ciyərim yanar, məsəl üçün o kiminsə uşağını götürüb apar. Acı xəbərdən oxuyanda adam dəli olur. Havalanır, qalmışdı ki, mənim sinifimin uşağından kimisə uğurlasınlar və mən buna soyuqqanlı yanaşım. Mən deyirəm ki, bu sinifin uşaqları bir low xəbərdirlər ki, bax, inciməyin də. Məsəl üçün, bu gün gəlib Ayan mənə deyir ki, qaçaraq gəlib deyir ki, mənim dərsim qutaran kimi. Abbas otağı qapıdan içəridən bağlayıb, içəridə paltar dəyişir. Və yaxud mən orada olanda gəlir biri, məsəl üçün, tutaq ki, deyirəm, Abbas gəlir deyir ki, Sevda məni dərsdə danışdırır. Ümid gəlir deyir ki, Leyla məni dərsdə danışdırır. Məsəl üçün deyirəm də, bunlar xırdamırda şeyləri belə mənə məlumat verirlər. Və yaxud Teymur bir gün gəldi, kimdənsə şikayət elədi. Yadımdan çıxdı, başım şişdi deyə yadımdan çıxdı. Teymur gəldi, dedi ki, filan kəs mənə sataşır. Və yaxud Kəmalə deyir ki, Ələsxər mənə dərsdə danışdırır və yaxud da Ələsxər partanı məndən bölmür, partanın çox hissəsini. Yəni, ən xırda elementar mənasız şeyləri mənə xəbər verən bu uşaqlar, məktəbdə bir-birini, nə bilim, sataşan kimi məni yığan uşaqlar, ay filan kəs mənə bu sözü dedi, yığırlar məni. Və yaxud filan kəs məni vurdu, bu sözü deyirlər. Koridora çıxdı filan kəs, onu yığırlar mənə məktəbdən deyirlər mənasız şeyləri. Bu boyda hadisə olub, bu boyda qorxu keçirdiblər. Lap axırıncı dərs olubdu. Mən işimi, gücümü atardım yarımçıq, hazırlığımı da yarımçıq qoyub qaçardım onların yanına. Yəni, mənə niyə məlumat verməyiblər? Bu boyda şeyi məndən gizlədib xırdamırda məsələləri mənə niyə deyirlər ki? O ona dəydi, bu bundan toqquşdu, bu buna zəhrimar dedi, o ona çor dedi. Onu deyən uşaqlar bu boyda hadisəni niyə məni yığıb məlumat verməyiblər? Bax, mənə o çatmır mənə. Nə müəllimlərə ayağa qaldırmayıblar. Görsünüz, Həlimə deyir, uşaqlar sakit idi. Birgül deyir, sakitçilik idi, mən göndərdim, getdim Zavuça məlumat verdim. Zarina deyir, elə bir şey yox idi. Uşaqların deyir, göstərdiyi adam Süleyman idi. Süleyman o qapıçıdır. Yəni, bu müəllimlərin dedikləri, uşaqların mənə zəng eləməməklə, bilirsiniz, məni nətər bayaqdan dəli eləyir, əsəbləşdirir. Qaldı ki, siz deyirsiniz, 102-yə məlumat vermək. Mən indi bayaqdandan, yəni siz həyəcanlısınız deyə belə şeyləri istəmirdim danışmaq. Bu xəbərlər bir aydan da çoxdur, daha bir ilə yaxındır belə məlumatlar var. Bu boşu-boşuna da yayılmır. Gördünüz, Xoşqədəmin verilişində Rasimi oğurladılar.
nə ölüsün tapdılar, nə dirisin tapdılar və Xoşqədəmə qadağa qoydular o işi araşdırmağı. Gördünüz ki, araşdırıb çıxarda bilmədi ortalığa. Hətta ona görə qınaq obyektinə çevrildi ki, niyə Rasimin işini axıra qədər araşdırmadı, niyə Rasimi tapıb vermədi valideynlərinə. Mən demək istəyirəm ki, mən elə düşünürəm ki, polisin belə bu şeydən məlumatı var, 100% məlumatı var. Necə yəni nömrəsiz maşın, bax, dünən valideynin danışığına qulaq asıram. Başqa o Günəşlidə dediyim 275 nömrəli məktəbin valideyni danışır. Uşağı qoyub aparıblar maşına və valideyn deyir ki, mən gözümün qabağından 3-4 metr məsafədən apardılar, deyir uşağıma. Maşının nə qabaq nömrəsi var idi, nə arxa nömrəsi var idi. Nömrəsiz maşın gəzə bilər. Fikirləşin görün, nömrəsiz maşın gəzə bilər. O dəqiqə polis onu tutmaz. Bu orqan mafiyasıdır, nədir, nədir? Aparıb orqanını çıxardıb satırlar, nağayrırlar, neynirlər? Mən də başa açmıram. Mən də bu xəbərlərin yalançısıyam. Mən də xəbərlərdən eşitdiyimi deyirəm. Amma bu xəbərləri mən sosial şəbəkələrdən görürəm. Televizora belə məlumat çıxartmırlar. Çıxartmışdı Xoşqədəm, ona da qadağa qoydular, yığışdırdılar. Yəni bölgələrdə daha çoxdur. Bəli, kimsə indi dediyi, Bayaq Hüseynin anası idi deyəsən, bölgələrdə daha çoxdur. Quba, Xaçmaz, bütün günü bar-bar bağırırlar. Hər gün Xaçmazda dünənləri də kənddən, hansısa kənddən bir dənə uşaq aparıblar yenə məktəbdən. Yəni balaca uşaqları aparırlar. Nə bilim böyrəyin satırlar, ciyərin satırlar, nəyin satırlar. Yəni var belə məsələ. Mən sizi demirəm, bunu örtbasdır eləyib. Var belə məsələ. Amma indi gəlin görün, bunun fakt tərəfinə baxaq, fakt. O adam içəri nətər girib, Ələsgər görübdü onu. Bu nətəri girib içəri, nə addan girib? Deməli, valideyn adından girib də, uşaq götürmək adından giribdi. Ya deyibdi ki, uşağımın halı pisdir, müəllim çağırıb, ya nədirsə, deməli, bu çoxdandır bu məktəbin həyətində fırlanandır, izləyir məktəbi, haçan içəri girmək olar, görürsünüz, Pervismende girmir. Çünki Pervismende hamı yuxarı siniflərdir, oyaqdır uşaqlar, ayıqdır hamı. Ya Vtaroy smendə görürsünüz, gəlibdir. Vtaroy smen özdə axıra yaxın deyirsiniz. İndi orada deyirsiniz, ikinci dərs, idman dərsində görüblər. O vaxtı gəliblər yəqin baxış keçirməyə. Axırıncı dərslərdə giriblər içəri. Belə bir şey, yəni olduğunu mən bu respublika üzrə var. Var, bütün bölgələrdə var, bütün kənd məktəblərində var, hər yerdə var, hər yerdə var, şəhərdə də var. Mən sizə deyirəm, Hövsanda daha çoxdur. Mən Hövsandan bu siqnallar daha çox gəlir son zamanlar. Hövsan məktəblərində kimin əlaqəsi varsa, Zığ məktəblərində, o tərəflərdə, qıraq civarlarda daha çoxdur. Mən deyirəm ki, mən prosta şoka düşürəm ki, məktəbin içinə salamat valideyn vidinlə girib, mən də elə fikirləşirəm Pərvanə kimi. Mən elə fikirləşirəm. O məktəbin içində tualetdə taxıb maskanı, %100. Oradan uşağı çıxartmaq söhbəti var. Deyirsiniz, uşağı deyəcəkdi, halı pisdir, falandır. Uşağı, məsəl üçün, ağzına nəyisə vurub da belə, məsələn də, ya spreymi, ya nəsə ürəyi getsin. Eləyə bilərlər də. Elə bir şey eləyə bilməzlər və ya ürəyə gedər, o hansı valideyn idi, dedi ki, deyər ki, uşağın halı pisdir, aparıram, çıxardıram. Elə də çıxarda bilərlər. Sizin gözünüzün qabağında da apara bilərlər. Sən çata bilməzsən maşının arxasıncan. Valideyn özünü öldürür, deyirəm sizə ki, Günəşli məktəbinin valideyni özünü öldürür, deyir 275 nömrəli məktəb. Dünənləri sosial şəbəkə bu xəbərlə dağılırdı. TikTok, Instagram, hamısı bu xəbərləri idi ki, valideyn jurnalistə qədər məlumat veriblər, hər yerə deyiblər, amma televizor heç birdən nə ATV-si, nə İTV-si, nə Xəzər xəbəri. Mən gözlədim İMİN xəbərləri, İMİN ona görə baxdım xəbərlərə ki, verəcəklər, vermədilər. Vermədilər ki, belə bir və polisə məlumat veriblər, polisi jurnalist yığır. Jurnalist sual verir polisə ki, bölməyə ki, sizə belə bir məlumat daxil olub, 4-cü sinif uşağını aparıblar ananın gözün qabağından. Deyir ki, yox, belə bir məlumat daxil olmayıbdır. Mən də onu deyirəm ki, sizə ki, polisə verdiniz ki, o polis gəlib nağaracaqdır ki, gəlib məktəbimizi qoruyacaq, gəlib məktəbdə oturacaq. Onluq deyil, deyirəm, bir şey deyil, bu bir şey deyil. Uşaqları tək başına buraxmaq olmaz. Qaldı məktəbin içində gücləndirmək mühafizəni. Bunu mən Kəmalə xanıma deyəcəm. Sabah lazımdır, gəlin, yığışın, mənə danışdıqlarınızı. Səhər mən oradayam da saat 8-dən. Gəlin, yığışın Kəmalə xanımın otağında da danışın eyni şeyləri. Deyin ki, belə oldu, belə oldu, belə oldu dünənləri. Məktəbin mühafizəsini gücləndirək. Nə bilim, onsuz zaten var, məktəbin mühafizəsi zaten var. Yəni, mən deyirəm sizə ki, hər adam içəri girə bilmir. O qapçılar buraxmır adamı içəri. Mən deyirəm, özüm düşürəm aşağı valideyni götürməyə.
Ya mənə zəng eləyir, soruşur, tutaq ki, eləcə də hamıya. Yəni yad adam girmir ora. Yad adam girmir. O kimdirsə valideyn adından giribdi. Kamerada qaldı kamera. Mən bilən kameralar var, sadəcə yaddaşa yazmır. Mən elə bilirəm. Mən biləni yaddaşa yazmır. Amma kamera var. Çünki direktorun otağından da görsənir hamısı. Kameralardan direktor görür də, məsəl üçün koridorda gəzən uşaqlara qədər direktor görür, onu hardan görür? Deməli kamera işləyir ki, görür də. Kamera açıqdır ki, görür də. Yəni bu görsənir nətər, yəni indi deyirsiniz kamera yoxdur. Mən biraz orada da duruxdum, qaldım. Çünki mən direktorun otağında da olanda, məsələn, orada koridorlar görsənir. Bütün aksiyanın qabağına qədər hamısını görmək mümkündür. Hə, bilmirəm, başım o qədər şişdi, o qədər həyəcanlandım özüm. Yəni özümü sizin yerinizə qoydum, dəli oldum. Mən sizi başa düşürəm, haqq da verirəm. Gəlin sabahları danışarıq Kəmalə xanıma, deyərik o da ölçü götürər.